Salamlayırıq sizi, hörmətli dinləyicilər. Dalğa FM radiosuna xoş gəlmisiniz. Bizim Mədəniyyət Nazirliyi ilə birgə layihəmiz Sənətin Səsi efirdədir. Bugün də çox gözəl bir qonağımız var, mövzumuz var, söhbətlərimiz var və odur ki, bizə yaxın əyləşin, necə deyərlər, radiolarınıza səs verin. dalğafm.az saytından da bizi dinləmək mümkündür. Düz 11 dəqiqəni göstərir Bakı vaxtı ilə saat. Havada çox gözəldir və qonağımıza da keçid almaq istəyirəm. Çünki qonağımızla da inanıram ki, maraqlı, gözəl söhbətimiz olacaq. Həftəyə son buraxılışla efirdəyik. 5-ci günüdür. Hər kəsə də gözəl əhval-ruhiyyə arzu etmək istəyirəm. Bugün də sənətdən danışacağıq və sənət əlbəttə ki, cəmiyyəsində bəri başdan qeyd etmək istəyirəm ki, elə dünən çox gözəl bir xəbər aldıq. İncəsənət xadimlərinə Azərbaycan prezidentinin mükafatı verilib. Bütün sənət adamlarını ürəkdən təbrik edirik. Hər birinə bol-bol uğur arzu edirik və elə opera səhnəsindən, vokal səhnəsindən danışacağıq və zaman-zaman Azərbaycan Vokal Məktəbinin uğurlu keçmişi, vokal sənətinə yeniliklər gətirən, ilklər gətirən sənətkarlar olub və onların sənət yolu bugün davam etdirilir. Bizim gözəl sənətkarlarımız, vokalçılarımız tərəfindən və bugün də gözəl bir qonağımız var və mən qeyd etmək istəyirəm ki, uzun illərdir ki, opera sənətinə, vokal sənətinə böyük töhfələr verən vokalçı və mən qeyd etmək istəyirəm ki, bu günlərdə bir maraqlı müsahibəsini də oxudum. Söylədi ki, müəllimi ona hər zaman söyləyib ki, elə oxumalısan ki, görə bilməyən görə bilsin. Bu mənzərəni təsəvvür edə bilsin, eşidə bilməyən isə sənin səsini eşidə bilsin, danışa bilməyən isə heyran olduğuna görə danışsın. Çox gözəl bir fikirdir. Bunu hansı müəllimi söyləyib, indi bunu öyrənəcəyik. Opera və Balet Teatrının solisti, vokalçı Mahir Tağızadə bugün bizimlədir. Xoş gəlmisiniz Mahir bəy. Xoş gördük Sevinç xanım. Sizin vasitənizlə tamaşaçılarımızı da salamlayıram. Hamıya gözəl, günəşli bir gün arzu edirəm. Düzdür, biraz soyuqdur, amma yenə də. Amma düzəlir. Amma düzəlir, bəli. Havalar düzəlir, bayramlar gəlir. Əlbəttə ki, hər kəsin düşünürəm ki, əhvalı da gözəl olmalıdır. Sizin müsahibənizi oxudum Mahir bəy. Bundan başlamaq istəyirəm. Çox diqqətimi çəkdi. Amma orada müəlliminizin adını qeyd etməmişdiniz. Mən ümumiyyətlə çox şadam ki, mənim sənət yolumda mənim qarşıma elə müəllimlər çıxıb ki, hər zaman öz doğru yanaşması ilə, öz doğru fikirləri ilə mənim karyerama düzgün yön verə biliblər. Bayaq qeyd etdiyiniz fikir də mənim müəllimim olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Svetlana xanım Əhmədova Mirzəyevanın fikridir. Yəni o ilk dərslərdən bu fikri qeyd edirdi və mən də bir ifaçı kimi çalışmışam hər zaman o fikrə uyğun şəkildə çox gözəl bir fikirdir. Bəli. Amma bilirsiniz, son dövrlər mən nə eşidirəm? Maraqlı bir fikir eşidirəm ki, məsələn, elə vokalçıların özlərindən də eşitmişəm ki, bəzən deyir ifaçı mı olsun, opera ifaçısı olsun, vokalçı olsun, estrada ifaçısı fərq etməz. Deyirlər ki, o illərin ab-havasını öz səsi ilə çatdırmaq istəyir dinləyiciyə. Amma bu qeyri-mümkündür. Çünki deyir, o illərin ab-havasını, o illərin əhvalını çatdırmaq üçün o mühiti görmək lazımdır. O illəri görmək lazımdır. Nə dərəcədə bu fikirlə razısınız? Mən hardasa razıyam, hardasa da yox. Nəyə görə? Bəli, onu hiss edə bilmirik. Əlbəttə ki, biz nümunə götürək. Biz Bülbülün əgər bu gün səs yazılarını dinləsək, çıxışlarını izləsək, onun artistik bir performansına baxsaq, görərik ki, əlbəttə ki, bugünkü heç bir tenor, yəni ən məşhur tenorlarımız belə onun qədər bizə o doğma istiliyi çatdıra bilməz. Elədir. Amma burada bilirsiniz necə yanaşmadır? Hər bir artist özünə görə individual, fərdi bir istedada malikdir və onun tamaşaçıya təsiri tam fərqlidir. Və bu periodlara bölündüyü üçün məsələn üçün mənim gənc nəslinə bəlkə də orta yaş nəslin təsir etdiyi ifaçı bir o qədər təsir edə bilməz, amma
bugünkü gündə də mənə elə gəlir ki, gənclər, mən özümü də nümunə gətirə bilərəm ki, gənc ifaçılar da çalışır ki, ən azından o keçmişin ab-havasını çatdıra bilsin. Və həm də o keçmişin ab-havasını çatdırmaq üçün onu olduğu kimi o əsəri də düzgün dinləyiciyə hiss etdirmək üçün sözsüz ki, burada məktəb önəmlidir. Əlbəttə. O biz məsələn hər birimiz təhsil aldığımız musiqi ocaqları, məsələn sizin elə mənim də sizin də doğma bir məkan bizim konservatoriyamız indiki Bakı Musiqi Akademiyası. Yəni o həmin o məkanın əlbəttə ki verdiyi məktəb, disiplin, mədəniyyət, tərbiyə, yəni hər tərəfli sanki o illərə qayıdırsan. Bilirsiniz, yenə də biz əgər keçmiş ifaçılarımızı, bizim əbədi yaşar sənətkarlarımızı xatırlayarkən və indiki sənətkarlarımızı, indiki ifaçılarımızı müqayisəyə etdikdə bir şeyi görə bilərik ki, bizim əbədi yaşar sənətkarlarımız öz işinə çox ciddi yanaşıblar. Burada artıq bir hazırlıq var, burada bir məsuliyyət var. Mən sizə yəni qısa bir nümunə verə bilərəm, düzdür. Opera janrına biraz uzaq da olsa, mən dünən məsələn üçün Mirzə Babayevin çıxışının analizini izləmişəm və mən onun çox gözəl təəssüratında qaldım. Kim tərəfindən analiz olunur? Bir türk mütəxəssislə, bəli. Və mən orada bir aktyorluğu, ifaçılığı, yəni bunların hamısı, yəni bu görürsüz bu insanın mətnə, musiqiyə, səhnəyə, bu artıq planlaşdırılmış ciddi şəkildə yanaşmasını göstərir. Bəli. Özdəki Mirzə Babayev kimi bir sənətkar. Azərbaycanda həm də elə şanson janrında yaradıcısı kimi. Nə qədər operadan da uzaq olsa, yəni mən bunu nümunə gətirə bilərəm. İndiki nəsildə, gənc nəsil də əlbəttə ki, eyni bizim əbədi yaşar sənətkarlarımız kimi yanaşmalıdır. Oxuduğu mətni, bəstəkarın hissiyatını, bunun hamısını hiss etdiklərini mən həmişə deyirəm, öz tələbələrimə də deyirəm. Biz əgər bir materialı hazırlayırıqsa, bir əsəri hazırlayırıqsa, orada məqsəd olmamalıdır ki, biz bu əsəri oxuduq və bitdi. Sözlərin mənasını biz necə emməliyik, ona varmalıyıq, onu anlamalıyıq. Bəstəkar nəyə görə bu sözləri seçib? Nəyə görə? Başqa bir söz də seçə bilər. Başqa bir sözlərə də bu əsəri yaza bilər. Nəyə görə bunu seçib? Musiqisi ilə, öz dəstək xətti ilə nəyi bizə çatdırmaq istəyir? Çox gözəl bir Əgər biz bunların hamısını riayət etsək və mənə elə gəlir ki, o həm bəstəkarın, həm şairin o ümumi istəyini ən azından, demirəm tam bir şəkildə, ən azından yaxın bir şəkildə onu dərk eləyə bilsək, mənə elə gəlir ki, biz bayaq dediyiniz kimi, elə keçmiş ifaçılarımız qədər professional şəkildə qəlbə toxunan ifalar təqdim edə bilərik. Razıyam. Məncə bu gözəl bir tövsiyə idi. Elə gənc ifaçılar necə ki, söylədiniz, həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Bəli, Dahi Üzeyir bəyin möhtəşəm Koroğlu əsərindən, Koroğlu operasından Həsən xanın ariyası Mahir Tağızadənin ifasında səsləndi və mən qeyd etmək istəyirəm, çox uzaqlaşmaq istəmirəm Mahir bəy bu mövzudan, çünki elə anons edək, düşünürəm ki, bir sevindirici məlumat da söyləyək ki, elə mayın 28-i bizim müstəqillik günümüzdə inşallah Heydər Əliyev Sarayında Koroğlu operasında da məhz ilk dəfə səhnədə Həsən xanı canlandıracağam. Bu mənim üçün çox önəmli bir tarixi debüt olacaq sizə. Bəli, debüt olacaq. İlk dəfə ifa edirəm və ilk dəfə bizim dünya şöhrətli tənorumuz Yusif Eyvazovla Koroğlu obrazında o mənim səhnədə tərəf müqavilim olacaq. İlk dəfədir yoxsa deyəsən bir dəfə paylaşmışsınız bir səhnəni. Biz onunla konsertlər oxumuşuq Moskvada, Azərbaycanda, Bakıda biz birlikdə çıxış etmişik. Amma sırf opera tərəf müqavili. Hətta belə deyə bilərəm, yanvarda Omanda da biz Royal Opera House Muskatda da birlikdə çalışma fürsətini mən eyni səhnədə nail oldum. Amma burada ilk dəfə artıq vətəndə və Üzeyir bəyin Əbədi Yaşar operasında birlikdə Həsən xan mənim üçün bəlkə də belə deyə bilərəm, yaradıcılığımdakı arzularımdan 3 arzuladığım rollardan biridir və o Həsən xan mənim üçün
bilirsiniz, əslində bir stimuldur. Hətta siz bununla, yəni bu haqda müsahibələrinizdə söyləmişdiniz ki, mənim arzumdur ki, bu obrazı canlandırım. Hətta yanlış xatırlamıramsa sizdə də Belə bizimlə söhbət son yəni söhbətimizdə bizim də var idi. efirimizdə bəli, elə bir il olar da, bir il Hardasa əvvəl. belə. Demək ki, arzulara doğru, məqsədlərə doğru addımlamaq. Sadəcə məqsəd yönlü şəkildə, nə istədiyimizi bilməliyik. Bəli, çox doğru. Odur ki, arzular, necə deyirlər, xəyallar gerçəkləşir. Yetər ki, orada zəhmət, savad, istedad və əlbəttə ki, buna nail olmaq üçün o potensial olmalıdır. Tərəf müqabilindən danışarkən elə opera və balet teatrının solisti, elə sizin də tərəf müqabiliniz Fəhmin Əhmədli telefon bağlantısındadır. Hazırda bizi eşidir. Fəhmin bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Necəsiz? Əhvalınız necədir? Biraz gözlətdik sizi bağlantıda. Çox da yorğun deməkdir, xoşdur. Amma gözəl. düşünürəm ki, sizə də doğmadı bu hisslər ki, ümumiyyətlə hər bir ifaçının arzusunda olduğu bir obraz olurdu və ona nail olmaq üçünsə müəyyən kriteriyalar var, müəyyən yollar var ki, bu istiqamətə can atmaq üçün nələrsə etmək lazımdır və həm də əlbəttə ki, arzuladığın da tərəf müqabili olmalıdır. Məsələn, siz Mahir bəylə tərəf müqabili olmusunuz bildiyimə görə. Mən Mahir bəylə öncədən hər kəs salamlayıram. Bəli. İşinizdə uğurlar arzulayırıq. Təşəkkür edirəm. Hər zaman indi sənəti duyan, hiss edən hər kəsi çağırmağınızı sizdən arzulayırıq inşallah. Çox xoşdur ki, Mahir Tağızadə bugün sizin efinizin qonağıdır. Mahir haqqında çox danışmaq olar. Onun insani keyfiyyətlərindən birinci başlayıb, sonra sənət keyfiyyətlərindən davam etmək olar. Mahir yaşına görə Azərbaycan klassikasında öz yaşına görə çox sözlü demiş bir ifaçıdır. Artıq profesional xəttə gedən çox profesional bir ifaçıdır. Bəli. Bir bariton kimi mən deyərdim ki, Azərbaycanda çox az baritonlar var ki, bugün Mahir potensialına malik olsun. Mahir kimi musiqini çox gözəl duyan olsun, hiss edən olsun. Mən Mahirin haqqında çox danışa bilərəm. Verirsin vaxt çatmaz. Amma Mahirin dostumuzdur insan olaraq, həm də ki, opera səhnəsində artıq son illərdə çox gözəl çıxışlar etmiş və nəinki opera səhnəsində, hətta Azərbaycandan hüdudlarından kənarda da, Azərbaycanın daxilində də bütün gözəl müsabiqələrini ilə axır vaxtda hamısının laureatı Mahir və bütün ən gözəl nə varsa Mahir hamısını artıq bu yaşına kimi əldə edərək gedir. İnşallah ki, bundan sonraki uğurlar da çox bol olar. Biz də hər zaman baxıb sevinərik onun uğurlarına. İnşallah. Sizin birgə paylaşdığınız bəs səhnə, məsələn, əsər, səhnə, tərəf müqabili olduğunuz nə olub bu gün? Bizim Mahirlə həm Azərbaycan, həm xarici klassiklərin çox operalarında bir yeri səhnələr paylaşmışıq. Adlarını sadalasaq çoxdur yəni. Amma elə bu yaxınlarda da inşallah. Aha, belə anons edək. Bu yaxınlarda da inşallah ki, mən Allahın köməyi ilə İlham Çoroğlu operasında biz ondan tərəf müqabili olacaq. İnşallah. Bəli, o orada İhsan Paşanın rolunu canlandıracaq. Artıq onun ikinci çıxışıdır. Yəni çox rollar bir yerdə səhnədə biz çıxış etmişik. Sadəcə olaraq yaxın gələcəyi demək istədim ki, yaxın gələcəkdə inşallah ki, Allah deyil olsun, biz oyuna bir səhnədə yenidən bir səhnəni bölüşəcəyik inşallah. İnşallah. Təşəkkür edirik Fəhmin bəy. Çox sağ olun. Çox sağ olun. Çox təşəkkür edirik sizə. Belə işinizdə uğurlar arzulayırıq. Hər zaman indi səhnədə duyan insanları inşallah çağırırıq. Təşəkkür edirik. Minnətdarıq sizə. Çox sağ olun. Sağ olun. Opera Balet Teatrının solisti Fəhmin Əhmədli idi. Əslində daha çox sizdən danışdı, amma o tərəf müqabili olduğunuz əsərləri söyləmədi. Amma maraqlıdır. Bizdə var. Biz onunla həqiqətən də Fəhmin Əhmədli elə bir insandır ki, bizim Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında hər zaman daimi şəkildə çıxış edən ifaçılarından, gənc tənərlərimizdən biridir. O həm yerli, həm də xarici tamaşalarda çıxış edir və biz ən sonuncu, hətta onun debütü oldu, Giuseppe Verdi'nin La Traviata operasında Gaston rolunda o debütünü etdi. Bundan öncə də biz onunla bir neçə Cangir Cangirovun Xanəndən Taleyi operasında birlikdə çıxış etmişik.
Lenkaval'ın Payatso operasında biz onunla bir yerdə çıxış etmişik. Bagemada ayın 14-də də biz onunla bir yerdə çıxış edəcəyik. Bu ayın elə Bəli, 14 may, 14-də. bəli, Aha. bəli. Daha sonra Sevildə, Fikret Əmirovun Sevil operasında birlikdə. Yəni Xeyli, burada bir siz xeyli bizim səhnə paylaşdığımız bəli. səhnələr var. Yollar var. Və yenə də qeyd etmək istəyirəm. Keçən verilişdə də Aha. bunu qeyd etmişdim. Fəhmin Əhmədli burada əlbəttə ki, o necə deyirlər, bugünkü gündə bir nümunədir və onun timsalında o qədər dəyərli tərəf müqavilələri var ki, hər zaman onlarla səhnə bölüşmək insana ruh verir. Maraqlıdır, müsahibələrinizdə söyləmişsiniz ki, arzularınızdan biri düzdür, bu mümkün olmayacaq. Çünki dünyasını dəyişiblər hər iki sopranolar, Bəli, bəli. Maria Callas və daha bir obraz, daha bir ifaçı demişdiniz, onu unuttum adını. Səhv etmirəm ki, Rus. Yelena Abrasova. Bəli, Yelena Abrasova, bəli. Amma indi necə, məsələn, varmı səhnədə hazırda fəaliyyətdə olan sopranolardan? Səhnədə olan sopranolardan. Düzünü desəm, bəlkə də hələ onu Düşünməmisiniz o hələ barədə. düşünməmişəm. Yəni o fikrə hələ də qapılmamışam. Amma çox istərdim əlbəttə ki. Əlbəttə ki. İlk opera və balet teatrında illər əvvəl operada çıxışınız dirijorlarımızdan Yalçın Adgözəlovla. Bəli, Yalçın məmnun olub. Çox tarixi bir gün olub əlbəttə sizin üçün. Biz hətta son Filarmoniyada bizim demək Kənd Ampunsu operasını tamaşaçılara təqdim etdik aprelin 24-də. Özünə də hətta dedim ki, maestro, artıq 6-7 ildir mən artıq opera teatrında fəaliyyət göstərirəm. Azərbaycan Dövlət Akademik Opera və Düşərli Balet oldu Yalçın Teatrında. müəllimin. Necə deyərlər, dirijorluq Bəli, əli. ilk debutum onun dirijorluğu ilə olub. Bəli. Yalçın müəllim də dedi ki, yəni bunu unutma. Unutmaq olarmı? Unutmaq Özüdəki olar, belə bir belə bir sənətkarı əlbəttə ki. sənətkarla, maestro Yalçın Adgözəlov da yeri gəlmişkən dünən eşitdiyimiz xəbərə görə mükafatlanan bizim sənətkarlarımızdan biridir. Bir daha onu təbrik edir və mən istərdim elə sizin sənət yolunuzda yadda qalan bir hadisəni də yada salaq. Grand Prix mükafatından mən danışmaq istərdim. Çünki qürur verici bir hissdir. Ümumiyyətlə Azərbaycan vokal sənətinin, opera sənətinin xarici ölkələrdə təmsili və eyni zamanda bir ilkə imza atmışsınız da, yəni bu vokalçıların beynəlxalq müsabiqəsində siz Grand Prix mükafatını almışsınız. Bəli. Ötən ilmi olmur? Xeyr, bu 2023-cü ildə. 2023-də. Mən ən son 2023-cü ildə iştirak eləmişəm. Öz beynəlxalq müsabiqəmdə. Bəli. O son demək deyil, bunun davamı olacaq inşallah. Bu il ərzində də fikirləşirəm. Bəli. Belə deyə bilərəm, o deyir spoiler kimi deyə bilərəm ki, yaxın zamanda da cavabları gözləyirəm ki, necə olacaq? Çünki bəlli bir seçim turu var. O seçim turundan sonra inşallah bu il mən ümid edirəm ki, mənim üçün çox məsuliyyətli bir ildir. Bunu da bu arada qeyd etmək istərdim. Çünki cənab prezidentin sərəncamı ilə Gənclər mükafatına, prezidentin Gənclər mükafatına layiq görüldüm və eyni zamanda bəli və ondan da başqa MDB ölkələri arasında gənclərin debutu mükafatına layiq gördüm. İnşallah indi iyun ayında bizim dəyərli sənətkarımız Oktay Mirqasımovla biz Bişkekdə bu təqdim etməyə iştirak edəcəyik. Yəni sözümü nəyə gətirmək istəyirəm? Çox şərəf verici bir hissdir. Çox qürur duyuram ki, öz ölkəmi ölkə xaricində layiqincə təmsil etməyin fəxrini yaşayıram. Bu sözsüz ki, sənət adamının həm də dövlət başçısı tərəfindən mükafatlandırılması, əlbəttə ki, ondan o dəstəyi görmək, o diqqəti görmək hər şeydən önəmlidir. Bax, necə ki, bu il söylədiniz, siz gənclər mükafatına layiq görülmüşdünüz. Əslində, həmin ərəfədə bir efir vasitəsilə də təbrik etmişdi. Bir daha üz-üzə təbrik edirik və dünən də mükafat alanları bir daha təbrik edirik. İncəsənət xadimlərinə Azərbaycan prezidenti mükafatı verilib və mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən 100
150 nəfər mükafatlandırılıb. Bugün biz onlardan biri ilə verilişi arasında bağlantı etmişik və həm də sizin də tərəf müqabiliniz olub. Bizim Opera və Balet Teatrının solisti gözəl xanım sənətkarımız İnarə Babayeva İnarə hazırda xanım, telefon bəli. bağlantısındadır. İnarə xanımı sizinlə birlikdə elə təbrik edək. Hər vaxtınız xeyir olsun. Çok sağ olun. Teşekkür ederim. Ben sizi salamlayıram. Aleyküm Qonağınızı ve elbette hamımızı salamlayıram ki gününüz hoş, mənalı və bizi dinleyen insanlara güzel gün arzu ederim. Təşəkkür edirəm İnarə xanım. Səsinizi duymaq çox xoşdur. Səhnəmizdə, operamızda böyük töhfələr vermisiniz. Biz efir vasitəsilə istədik sizi təbrik edək. Hər zaman Var olsun bizim prezidentimiz, Bəli. bizim ölkəmiz, bizim tamaşaçılarımız, çünkü biz onlar için çalışırıq. Bəli və uzun illərdir bu səhnədəsiz. Uzun illərdir ki, sənətə öz töhfələrinizi verirsiniz. Elə bir Mahir Tağızadə ilə bugünkü qonağımızla da siz eyni Opera Balet Teatrında çalışmışsınız və tərəf müqabilində olmusunuz deyəsən. Bəli. Bəli, mən Mahir Tağızadə uşaqlıq onun illərdən tanıyıram. Çünki hər tərəfli bir istedadlı bir gəncimizdir. Həm ziyalançı, ifaçı, həm gözəl nəzəri fənləri bilir, həm də vokalçıdır. Əlbəttə bu insan haqqında məmnuniyyətlə danışaram. O istedadlı, perspektivli və zəhmətkeş bir insandır. Bəli. Uşaqlıqdan necə demişəm, musiqi ilə məşğuldur və musiqini öz peşəsi kimi məhz uşaqlıqdan seçir. Musiqi onun ruhunun böyük bir hissəsi təşkil edir və o xeyirxah, qayğıkeş, yaxşı tərəf müqabilə və istedadlı musiqiçidir. Səhnədə onunla işləmək çox rahat və asan olur. Və Mahir artıq teatrda çox tələb olunan ifaçıdır. Və o bir çox operalarda baş partiyaları ifa edir. Bəli. Mən onunla təkcə ifaçı kimi yox, həm rejissor kimi işləmişəm. Bəli, sizin quruluş Bəli. etdiyiniz də opera Biz oldu. Bəli. iki operada birlikdə çalışmışıq Narə xanımla. Əfrəsə Bədəlbəlinin Nizami operasında. Bəli. Bu həm quruluşunda, həm də eyni zamanda bunun film opera kimi bu çəkildi bunda. bəli. Və ən sonda Siyavuş Kəriminin Nəsimi. Nəsimi operası, Operasında, bəli. bəli. Bunu xüsusən vurğulamaq Bəli. lazımdır. Təşəkkür edirik İnarə xanım. Uğurlarınız Çox sağ birgə olun. bol olsun. Çox Var sağ olun, olasınız. uğurlar Mahirə arzu Çox sağ olun. edirəm. Təşəkkür edirəm. Bir daha sizi təbrik edirik İnarə xanım. Var olun. Çox sağ olun. Sağ olun. Sözsüz ki, sənət xadimlərinin mükafatlandırılması biz media işçilərini də doğrudan da sevindirir. Sözün əsl mənasında və elə biz də Mədəniyyət Nazirliyinin layihəsi, Sənətin Səsi, Dalğa FM radiosu ilə birlikdə məsələ biz də sənətə, mədəniyyətə xidmət edərək elə bax bu cür sənət aləmində uzun illərdir sənətə xidmət edən sənətkarların qiymətləndirilməsi, dəyərləndirilməsini eşidəndə mütləq gözümüzə borc bilirik ki, onu efir vasitəsilə çatdıraq, onu işıqlandıraq və həm də elə təbrik edək, canlı-canlı təbrik edək. Fidan Hacıyevan da bizim gözəl sənətkarımız, xalq artisti. Fidan xanımı da ürəkdən təbrik edirik. Bu belə deyək də səhnə fəaliyyəti ilə bir sıra aparıcı incəsənət xadimlərinə mükafatlar təqdim olundu. Emil Əfrasiyabı da və qeyd etdiyimiz kimi bizim böyük dirijorumuz Yalçın Adgözəlov da bu siyadı çoxdur, 150 nəfər. Biz 150 nəfər hamısını müsaadalasa. Bəli. Bəli, Bir daha təbriklər. Bəli, vokal sənətində ümumiyyətlə uğur qazanmaq üçün önəmli olan 3 cəhəti deyə bilərsinizmi? Əzm, Aha. məqsəd yönlü, nə istədiyini bilmək. Bilirsiniz, hədəf olmalıdır. İnsanın bir məqsədi hədəfi də olmalıdır, məqsədi olmalıdır, bəli. olmalıdır. Və əlbəttə ki, bəlkə də bu biraz Banal səslənir. banal səslənə bilər, bəli. İstək. Həqiqətən də bunu istəyirikmi yoxsa yox? İnsan elə bir varlıqdır ki, bəzən olur ki, o istədiyi şeyi qısa bir müddət üçün istəyir. Bəlli bir egonun tətmin olması O keçici üçün. bir istək olur, bəli. Amma əgər həqiqi bir uğur qazanmaq istəyiriksə, əlbəttə ki, məqsəd yönlü şəkildə məqsəd olmalıdır, hədəf olmalıdır, əzm olmalıdır, iş olmalıdır. Belə mənə elə gəlir ki, bu uğurun elə ən böyük formulu məhz belədir. Bəli, məncə bu gənclərə də bir ipucu oldu. O uğur qazanmağın simvolunu məhz burada. Birinci amma əzm söylədik. Əzm, bəli. Sözün əsl mənasında, yəni sənət
əzm, zəhmət Əlbəttə. tələb edir. Yəni bunsuz mümkün deyil. O gərgin məşqlərsiz. Əlbəttə, mən ona görə üzrü Bəli. sənin sözünüzü böldüm. Hətta son bir intervyumda da dedim. Bunu mən pis mənada demirəm, bunu həqiqi mənada, yaxşı bir mənada da deyirəm. Azərbaycan mədəniyyətində çalışmaq, Azərbaycan mədəniyyətinə xidmət etmək cəsur insanların işidir. Çünki belə deyim sizə, bu sahədə çalışan insanlar hər zaman kritikaya, Bəli. hər zaman işə hazır olmalıdırlar. Burada həyatın özü kimi Bəli. proses dayanmadan gedir. Heç bir şəkildə onu dayandırmaq, ona bir fasilə vermək, bir pauza vermək mümkün deyil. Düzdür. Necə ki idmançı İdmançı hər kimi, gün o bəli, məşqi edir, bəli. musiqiçi də, sənətkar da o səsin də düzgün. Əlbəttə o, bunların bəli. bunun hamısı bəlli bir disiplin içərisində sistematik şəkildə inkişaf etməlidir. Çünki əgər belə olmasa biz belə deyim də sizə, əgər biz bir insanın, bir sənətkarın fəaliyyətinə baxırıq və görürüksə ki, bu insan məsəl üçün bir yerdə dayanır, mənə elə gəlir ki, mən məsəl üçün bir incəsənət sahəsində çalışan gənc bir mütəxəssis kimi özümü belə adlandıra bilərəm. Bir sual verməliyik ki, görəsən bu sənətkarın problemi nədir? Biz nədə buna dəstək olmalı bilərik? Və sağ olsun ki, cənab prezident yenidən mən bu mükafata özüm 3 il ard-arda 23-cü ildən bu yana hər il alırdım. Gözəl. Bu il almadım, amma bu o demək deyil. Bu bizim sənətkarlarımızın adından mən cənab prezidentə təşəkkür etmək istəyirəm və yenə də qeyd edirəm. Sənət adamına diqqət bizim üçün dövlət tərəfindən bizim üçün çox vacibdir. Əsas diqqətdir. Və bəli, Sözün bir əsl mənası. insan biz bir sənətçi olaraq, sənətkar olaraq çalışırıq ki, hər zaman ölkəmizin adını və eyni zamanda gördüyümüz işi ən professional şəkildə tamaşaçıya təqdim edək. Və biz bunu görəndə ki, olur məqamlar olur ki, hardasa məyus da oluruq, hardasa bu işin bu həyatın qanunudur. Yəni bir yerdə sevinirik, bir yerdə bəli o olmalıdır. Amma biz görəndə ki, dövlət tərəfindən bunlar hamısı qiymətləndirilir. Bu necə insana ruh verməyə bilər? Necə insana stimul verməyə bilər? Razıyam sizinlə və hər şeydən əvvəl də bilirsən ki, sən vətəninin adını daşıyırsan, Azərbaycanı təmsil edirsən, Azərbaycan vokal sənətini, nə bilim, Bülbülün ən azından o yaratdığı vokal məktəbi yaşayır. Üzeyir bəyin opera əsərləri yaşayır. Bütövlükdə Azərbaycan musiqi ifaçılıq sənətini təbliğ edirsiniz və sözsüz ki, bu illər ərzində ilk obrazlarda, ilk operalarda daha çox iz qoyub, yəqin ki, sizin sənət yolunuzda Alekonu da yada salmalıyıq. Aleko o da mənim bir arzularımdan biri idi. Sağ olsun bizim teatr dəstəklədi bu ideyanı. Çətindir. Yəni belə deyim sizə. Əgər mən teatrda anlayıram və ümumiyyətlə bu vəziyyəti də bizim vasitə dinləyən gənc ifaçılara bunu yönləndirə bilərəm. Əlbəttə bir teatr üçün, teatr rəhbərliyi üçün çətindir. Əgər görürsə ki, bu arzu olunan heç kim ümumiyyətlə heç kimə mənə elə gəlir ki, bəlli bir rolun ifası ilə bağlı etiraz etmir. Sadəcə var, bilirsiniz, elə bir məqam ki, hansı ki, orada dəyərləndirirlər. Həqiqətən bu ifaçı bu rolu ifa edə biləcək potensialdan mıdır, yoxsa yox? Yəni görürlərmi? Görməlidir. Bilirsiniz, çünki heç bir teatr mənə elə gəlir ki, öz tamaşaçısına keyfiyyətsiz tamaşa təqdim etmək istəməz. Bu ilk öncəliklə sırf əgər biz bunun şeyinə baxsaq, adıdır bu. Yəni bu teatrın adıdır, bu həmin ifaçının adıdır. Daha sonra biz bunun geniş miqyasda geçsək, şükür olsun Allaha, mən çox sevinirəm ki, pandemiyadan sonra gənclər gəlir və indi bu pandemiyadan sonraki periyoddakı bu qadağalar artıq aradan çıxır, xarici qonaqlar da gəlir, bizim gözəl şəhərimizin də çoxlu qonaqları olur və onları da görürük. Onlar qarşısında da tamaşalar qoyulur. Əlbəttə, beynəlxalq səviyyədə mənə elə gəlir qiymətləndiririk və heç bir teatr istəməz ki, keyfiyyətsiz bir tamaşa təqdim etsin və sualınıza gəlim. Sağ olsun ki, rəhbərlik hardasa görür ki, bu da bədii şəkildə, yəni maestrodur bunun musiqi rəhbəri,
Sözsüz O ki, baxır, bəli. görür. Yəni Libretto müəllifi olsun, bəli, onun bəstəkarı bəstəkarı olsun. Yəni bəli. görürlər ki, hə bu obraza yanaşa bilərəm. Məsələn üçün elə o libretto müəllifindən dediniz. Son müasir ifa etdiyimiz tamaşalarda Məsələn, var. Siyavuş Siyavuş Kərimin Kərimin Nəsimə Nəsimə operasında. bəli. Yəni mən belə deyim də sizə, əgər mənim özümdə belə bəli, libretto. əgər o həm libretto müəllifi, həm bəstəkar məni o Əmir Teymur obrazında görməsəydi, məni heç kim götürüb o Əmir Teymur obrazını, yəni canlandırmağa təklif etməzdi. Bəli, bəli. Yəni bu incə nüanslardır və Aleko dediyimiz kimi yenə də arzu idi. İndi Həsən xan arzu olaraq reallaşır. Ümid edirəm digərləri də reallaşar. İnşallah. İnşallah. Və verilişimizin, söhbətimizin sonuna yaxınlaşarkən bir daha anons edək ki, elə o reallaşacaq obrazlardan biri də məsələ Koroğlu Operasının Həsən xan obrazıdır ki, mayın 28-də Heydər Əliyev Sarayında Koroğlu Operasında siz canlandıracaqsınız. Həm də arzularınızdan biri də özünüz də müsahibələrinizdə söyləmisiniz ki, La Scaladır. La Scala bəli. Və bu bəlkə də pik bir, hər kəs üçün bir pik nöqtədir də, bir zirvədir. Bu hamı üçün bir pik nöqtədir. Bəziləri üçün bəlkə də belə deyim sizə, La Scala özü öz həcmində çox balaca bir teatrdır. Amma adı əzəmətlidir. Bilmirəm, ola bilər ki, postsovet ölkəsi olduğumuzdanmı və o tərbiyədə böyüdüyümüzdənmi? Mənim üçün sırf yəni vokaldan danışdığımızda, akademik vokaldan danışdığımızda, operada danışdığımda mən Metropolitan operanı düşünmürəm. Mən Disney operanı fikirləşmirəm. Mən üçün Scala elə bir ki doğma, o kökə enirsən. Klassikanı daha çox üstün tutursunuz, bəli. O klassik məkan, o doğma məkan olmamışam. Bəlkə də oranın ruhunu hiss etmək istəyirsiniz ki, kimlər orada səhnə alıb. Ay, çox təəccüblüdür əslində, mən təəccübləndim. Nə əcəb hələ oldu? Mən sizə belə deyim, Şərqin incisi olan Royal Opera House Muskatda ifa eləyəndə mən oranı çox görürdüm. Baxırdım, deyirdim ki, yəni nə zamansa ola bilər və oldu, reallaşdı. Bəlkə də La Scala da nə zamansa oldu. Olacaq, çünki mən sizdə o arzularınızın necə həyata keçməsini canlı şahidi oluram. İnanıram növbəti görüşümüzdə mütləq elə La Scala səhnəsindəki olan obrazdan və yaxud çıxışınızdan danışacağıq. Uğurlarınız bol olsun. Təşəkkür edirəm. May ayının sonu 28-də çıxışınızda da əlbəttə ki, sevə-sevə gəlib iştirak edəcəyik, izləyəcəyik. Sizə bol-bol uğurlar arzu edirik və həm də pedaqoji fəaliyyətlə məşğulsuz, bunu demədik. Bəli, pedaqoji fəaliyyətlə məşğulam. Buradan da öz tələbələrimə sizin aracınızla necə deyirlər, salam göndərirəm. Harda dərs verirsiniz? Hal-hazırda həm ali məktəbdə, Azərbaycan Milli Konservatoriyasında dərs deyirəm. Və eyni zamanda da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində də dərs deyirəm. Yəni belə deyək, iki kateqoriyada dərs deyirəm. Həm balacalara, həm də böyüklərə. Çünki balacalara musiqini sevdirmək, bizim mədəniyyətimizi sevdirmək mənim artıq necə deyim sizə? Bir missiyamdır. Və mən çox şadam ki, mən onları buna cəlb edə bilirəm. Çünki mən hər dəfə onları görəndə, tamaşalara gələndə, söhbət təkcə tamaşalardan da getmir. Klassik konsertlərdə görəndə mən sevinirəm. Bunu təbliğ eləməlidir. Mənə elə gəlir ki, hər bir müəllim bunu etməlidir. Çünki mənim müəllimim də bunu mənə edib. Razıyam sizə. Və Milli Konservatoriyadakı tələbələr də ki, heç onlar istedadlar var, istedadlar var və yetişir. Azərbaycan torpağında çox istedadlı gənclər var. Biz sadəcə hər şeydə dövlətdən gözləmək lazım deyil. Biz sadəcə sənətkarlar olaraq hər zaman dəstək olmalıyıq onların inkişafına. Təkan verməliyik, əllərindən hardasa tutub dəstək olmalıyıq. Necə ki, sağ olsun, mən düzdür, bu il çalışmağıma baxmayaraq mən görürəm ki, bizim sırf Azərbaycan Milli Konservatoriyasında bu elə də inkişaf edir, davam edir. Və davamlı olsun, uğurlar arzu edirik. Bu il sizin üçün düşünürəm ki, düşərli başlayıb. Bəli, sonu da düşərli olsa yaxşı olar. Xoş xəbərlərinizi, səsiniz, sorağınız uzaqlardan, La Scaladan da gəlsin. Təşəkkür edirəm. Və sonda bir daha söyləyirəm, bəli, istirahət günləri gəlir. Mütləq bir baş çəkib operalara getmək, tamaşalara getmək lazımdır. Yəni operadır, digər tamaşalardır. Bu sadəcə bir həzz almaq, bir zövq almaq kimi dəyərləndirmək. Bu bir
bir mədəni inkişafdır. Bu bir zövqün formalaşmasıdır və bunu məncə biz hər birimiz həm də ki sonrakı nəslə də ötürməliyik, elə öz övladlarımıza da. Əlbəttə. Odur ki, hər kəsə xoş istirahətlər və mədəni istirahət Əlbəttə. arzu edirik. Dalğa FM-də gələn həftə inşallah görüşmək və eşidilmək ümidi ilə. Təşəkkürlər.